Herkese salam. Sesim biraz nasazdır. Buna görə hər birinizdən üzr istəyirəm. Amma heç nəyin işimizə mane olmasını istəmədiyim üçün bu videonu da səsləndirmək istədim. Xanımın üzü biraz problemli üzdür. Buna görə də çalışmışam ki, bu dəfə bazanı və nəmləndiricini xanımın dərisinə görə, probleminə görə seçim. Əvvəlcə xanımın üzünü təmizlədik, nəmləndiricini vurduq, bazanı vurduq və hal-hazırda da tonalini vurub sponjla bütün dərisinə yedirirəm. Burada isə gözaltı konsillerdən istifadə edirəm. Gözaltı və gözüstü konsillerdən istifadə edib keçirəm konturlama məsələsinə. Üzün lazım olan nahiyələrini tünd və açıq konturlayacağım və dodaq hissəsini də buna qatıb çənə hissəsində çənə xəttini də önə çıxarırıq. Və hal-hazırda da gözün altını və çənə, burun və alın hissəsini də önə çıxaracağım. Konturlama bu əslində hər bir insana edilə bilər, ancaq ehtiyac olduqda edilməsi daha gözəldir. Çünki bu zaman hər kəs bilir ki, bu kremdən istifadə edəndə üzdə tonalini tonlaşma və əlavə material çox olduğuna görə dəridə aşırı ola bilər bu. Bu görüntünü də hər kəs sevmir və bunu əslində normada eləyəndə çox da gözəl alınır. Sadəcə hər kəs bu normanı tuta bilmədiyi üçün bəzən tonalini üzdə aşırı, konturlamaya görə aşırı çox görünə bilir. Bu da çox pis görüntü göstərir. Hal-hazırda xanımın qaşlarını sabitləyirəm və gözünün tonlaşmasına keçirəm. Gözündə bu dəfə sadəcə bir tondan istifadə elədim. Əslində məqsədim ümumiyyətlə tonlaşmadan göz tonlaşmasına istifadə eləmək deyildi. Ümumiyyətlə tendən istifadə eləmək istəmirdim, amma iş zamanı, proses zamanı fikrim niyəsə dəyişdi. Hal-hazırda yüngül glitterli tendən istifadə eləyirəm və göz altını da eyni tonlaşmadan istifadə eləyib rənglədikdən sonra keçirəm linerə. Gözün önünü də bu arada vurğuluyum. Açıq highlighterla, aydınlatıcı ilə aydınlatmışam və lineri maksimum nazik versiyada çəkdim xanıma. Düşünürəm ki, xanıma belə daha çox yaraşdı. Xanımın öz kiprikləri də çox gözəl idi və bunları tuşla sabitlədikdən sonra kipriyimizi də qoyduq və hal-hazırda xanımın dodaq konturlamasını eləyirəm. Xanımın dodaqları həddindən artıq çox quru idi və qabıqlanma var idi. Baxmayaraq ki, öncədən baza vurmuşdum. Nəmləndiricidən istifadə eləmişdim, amma yenə də dodaq balzamında da və dodağın rənglənməsində də bunların hamısını nəzərə aldım ki, o qabarıqlıq dodaqda çox bilinməsin. Burada isə aydınlatıcıdan istifadə edirəm, highlighter dediyimiz bölmə. Ondan istifadə edib üzün istədiyimiz hissələrini işıqlandırırıq. Çənədir, yanaqlardır, daha doğrusu yanağın üst qismidir, burundur və alnın bəzi hissələrini, hansı hissələri aydınlatmaq istəyirsinizsə, həmin hissələri highlighterla, aydınlatıcı ilə aydınlatırıq. Məncə xanıma bu makyaj həddindən artıq çox yaraşdı. Xanım özü də çox bəyənmişdi. Buyurun, son mərhələ olaraq xanım bu cür hazır oldu. Bu mərhələdə xanımın saçlarını ümumiyyətlə yığmamışdıq. Makyajdan dərhal sonra çəkmişəm. Ancaq sizin üçün saçlarının toplanmış versiyasını da videoya əlavə eləmişəm. Onu da birazdan indi sizinlə paylaşacağım. Xanımın gözünün üstü sadədir. Sadəcə kipriklərlə vurğulanıb və kipriklərin verdiyi tündlük görünür gözündə. Buyurun, baxın. Bu da xanımın saçlarının toplanmış halı. Düşünürəm ki, xanım saçlarını toplayanda və toplamayanda tam fərqli görünür. Makyaj da xanımı çox dəyişib, ancaq saçın da önəminin olduğunu kadrlardan görə bilərsiniz. Həmişə gözəllikdə olsun. Sizə də xoş izləmələr və sizdən xahişim, takip eləməyənlər, kəşfətdən gələnlər takibə alsın, videonu bəyənin və fikirlərinizi yazmağı unutmayın.